Saxla, saxla. Qardaş, salam aleykum. Salam et. Qardaş, nə olub? Ayıb deyil sənin üçün bunu sürətli maşını idarə edirsən. Və sən görmürsən, buradan insan keçir, anabazı keçir. Sən bilmirsən ki, sürət ölümə aparır insanı. Ən azından səni evdə ata-anan gözləyir, övladların gözləyir. Hansı övlad istəyər ki, atasız, valideynsiz böyüsün? Sən bunları dərk eləmirsən, qardaş. Bağışla qardaş, bir də olmaz elə bir şey. Yəni fikirli olmuşam, bir də olmaz. Çox sağ ol ki, bu sözləri mənə dedin. Düz deyirsən, sənin sözündə həqiqət var. Qardaş, bu maşın ayaq götürmək üçündür. Bu maşın sürətlə sürüb öz ömrü qısaltmaq deyil. Həyat gözəldir, yaşamaq lazımdır. Ona görə də bu dəmirlərdən düzgün istifadə eləmək lazımdır. Söz versən bir də belə sürətli sürməyəcəksən. Bəli, sənə söz verirəm. Çox sağ ol hər şeyə görə. Bu söz bizim insanlıq borcumuzdur. Bir-birimizi başa salmalıyıq. Yaxşımı? Hara gedirsiniz qardaş? Gəl nəşini aparım mən. Mən rayona gedirəm. İntihası sənin bu surətinə görə mən maşına qorxuram. Da indi mənə söz verirsənsə mən oturub səndən bir yerdə gedirəm. Bəli, mən sənə söz verirəm, bir də yavaş gedəcəm. Gəl nəyləşim, mən sizi aparım. Allah razı olsun. Çalışın bir də belə sürətlə maşın idarə eləməyin qardaş. Yoldan uşaqlar gedir, qadınlar gedir, qardaşlarımız keçir. Hadisə anidən olur. Eləməyin belə şey qardaş. Oldu, baş üstə. Sür gedək qardaş. Çalışın yolda normal sürün qardaş. Həyat gözəldir, yaşamaq gözəldir. Allah sizdən razı olsun ki, məni başa düşdünüz.